düzgün qidadan başlayır. 65 yaşdan sonra protein qəbulunun artırılması. Bu araşdırma göstərirdi ki, ət, yumurta və süd məhsulları ilə zəngin pəhriz sağlamlığa o qədər zərərli ola bilər ki, hətta siqaret çəkməklə müqayisə edilirdi. 65 yaşdan aşağı olan insanlar arasında çoxlu miqdarda heyvani protein yeyənlərdə xərçəngdən və diabetdən ölüm riski 4 dəfə çox deyil, 73 dəfə çox idi. Bəs orta protein qəbul edənlər necə? Kalorilərinin 10-19%-ni proteindən alan bu qrupda da diabetdən ölüm riski 23 dəfə yüksək idi. Əslində, aşağı protein qəbulu dedikləri şey elə tövsiyə olunan normal qəbul idi. Protein kalorilərinin 6-10%-i, təxminən gündə 50 qram. Bu isə xərçəng və ümumi ölüm riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqəli idi. Amma bu yalnız 65 yaşa qədər olanlar üçün keçərlidir. Diabetdən ölüm riski ilə bağlı isə belədir. Daha az protein qəbulu istənilən yaşda daha uzun ömürlə əlaqəlidir. Amma xərçəngə gəldikdə vəziyyət 65 yaşdan sonra dəyişir. Nəticələr göstərir ki, orta yaşda aşağı protein, yaşlandıqda isə orta və ya yüksək protein qəbulu sağlamlıq və uzun ömürlülük baxımından ən yaxşısı ola bilər. Bəziləri deyir ki, standart protein norması bədən çəkisinin hər kilosuna 0,8 qramdır. Bu, çoxları üçün yaxşıdır, amma ola bilər ki, yaşlı insanların ehtiyacı daha yüksəkdir. Bu tövsiyələr köhnə araşdırmalara əsaslanırdı və yaşlılara dair kifayət qədər sübut yox idi. 2008-ci ildə nəşr olunan araşdırma isə göstərdi ki, əslində gənclərlə yaşlılar arasında protein ehtiyacı baxımından fərq yoxdur. Deməli, eyni gündəlik norma kifayət etməlidir. Amma kifayət qədər optimal demək deyil. Yəni, daha yüksək protein bəlkə də faydalı ola bilər, deyə iddia edirdi. Əlbəttə ki, ət sənayesi tərəfindən maliyyələşdirilən ekspertlər 65 yaşdan sonra az hərəkətli insanlar hər il əzələ kütləsinin 1%-ni itirirlər. Əgər onları bir neçə gün yataqda saxlasanız, hər kəs əzələ itirər. Amma yaşlılar 6 dəfə daha sürətli itirir. Yəni, hərəkət et, yoxsa əzələn ərməyə başlayacaq. Amma xoş xəbər. 2 böyük araşdırmada yaşla əzələ itkisi çox az idi. Niyə? Çünki iştirakçılara güc testinin nəticələri deyilir və xüsusən kişilər yarış kimi buna hazırlaşırdı. Belə ki, onların əzələləri illər keçdikcə artırdı. Bu göstərir ki, yaşla əzələ itkisi qaçılmaz deyil. Səy göstərsən, qarşısını almaq olur və protein artırmaq kömək etmir. Əlavə yumurta ağı heç bir dəyişiklik etmədi, hətta idmanla birlikdə belə. Güc məşqləri əzələ kütləsini artırır, amma yaşlılarda əlavə protein qəbul etmək fiziki funksiyanı yaxşılaşdırmır. Nə çox proteinli qida, nə də protein əlavələri. Bəs nə edə bilərik? Əzələlərimizi qorumaq üçün tərəvəz yeməliyik. Çünki tərəvəzlərin qələbləşdirici təsiri yaşla yaranan yüngül metabolik asidozu neytrallaşdıra bilər. Asidoz bədəndə yüngül turşuluq artımıdır və əzələlərin parçalanmasını sürətləndirə bilər. Bu, həm böyrəklərimizin yaşla zəifləməsi, həm də turşu yaradan qidaların, məsələn, balıq, toyuq, donuz və pendirin çox yeyilməsi ilə əlaqəlidir. Fasulye və digər paxlallar isə yeganə qida protein mənbəyidir ki, turşu yaratmış, qələbləşdirir. Daha çox bitki əsaslı və qələvi qidalarla qidalanan insanların, hətta 18-79 yaş arası qadınlarda da əzələ kütləsini daha yaxşı qoruduğu müşahidə edilib. Deməli, 65 yaşdan sonra protein artıracaqsa, bitki mənşəli protein seçmək daha doğrudur. Hər yaşda daha sağlam qalmaq üçün. Bitki yönümlü qidalanma bütün yaşlarda ən böyük sağlamlıq faydasını verir.